Salam. Dünyada ən ölümcül bakteriya hansıdır? Ən ölümcül bakteriya vərəm xəstəliyinə səbəb olan kox çöpləridir. Dünya əhalisinin 1/4 vərəmin qeyri-aktiv formasına yoluxmuşdur. Vərəmin iki forması var. Aktiv infeksiya və remissiyada olan gizli infeksiya. Remissiyada olan gizli infeksiyanın simptomları olmur, bunlar yoluxucu deyirlər. Vərəmin aktiv formasına yoluxmuş insanların yarısı müalicə almadan həyatlarını dəyişir, yarısının həyatda qalma səbəbi isə onların immunitetidir. Vərəmin aktiv formasında simptomlar aşağıdakılardır. Bəlğəmdə qan izləri olan xroniki öskürmə, istilik hissiyatı, kürəkdə ağrıların olması və çəkinin kəskin itirilməsi. Vərəm xəstəliyinin müalicəsində ən böyük problem ondan ibarətdir ki, burada təyin olunan antibiotiklər uzun müddət istifadə olunduqda bu antibiotika bu mikroba qarşı rezistentlik yaranır və ikincili infeksiyaların yaranma riski çoxalır. Eyni zamanda uzun müddət vərəm xəstəliyinin müalicəsində antibiotiklər təyin edildikdə kognitiv funksiyalar pisləşmiş olur. Vərəmin inkişafına səbəb olan faktorlar arasında soyuq iqlim şəraiti, rütubətli yerdə uzun müddət yaşama böyük rol oynayır. Və burada əsas səbəb vitamin D-nin çatışmamazlığıdır. Vitamin D immunitetin əsas komponentidir. Vitamin D-nin çatışmamazlığı nəinki vərəmə, eyni zamanda digər infeksiyalara yoluxmağa da yol açmış olur. Hamınıza can sağlığı arzulayıram, özünüzdən müğayət olun.